Alə Məmmədovanın ölüm səbəbi istintaqla müəyyən edilib. Səbəb azyaşlının gizli oynadığı mavi balina oyunu olub. Araşdırmadan sonra onun dəftərindəki şəkillərin mənası da aydınlaşıb. Psixoloji şantajın qurbanı olan 13 yaşlı uşağın ölümü ilə bağlı araşdırmalar davam edir. Salam dostlar, necəsiz? Ümid edirəm ki, hər şey yolundadır. Bugün sizə çoxlarının bildiyini düşündüyü, amma əslində heç kimin tam başa düşmədiyi bir mövzuda danışacağım. Yəqin ki, mövzumun nə olduğunu anladınız. Ölümcül və təhlükəli psixologiyaları daxil olan oyunlar. İlk oyunumu yəqin ki, siz də qısa bir anlatım kadrından başa düşdünüz. Ölkəmizdə baş verən bu bədbəxtçilik hadisəsini gəlin detallı bir şəkildə göz yetirək. Alə Məmmədovanın ölüm səbəbi istintaqla müəyyən edilib. Səbəb azyaşlının gizli oynadığı mavi balina oyunu olub. Araşdırmadan sonra onun dəftərindəki şəkillərin mənası da aydınlaşıb. Psixoloji şantajın qurbanı olan 13 yaşlı uşağın ölümü ilə bağlı araşdırmalar davam edir. Ailəsinin xəbəri olmadan 13 yaşlı Kəmalə telefonunda gizli şəkildə mavi balina oyununu oynayır, oradan gələn tapşırıqları yerinə yetirir. Bu təhlükəli oyun isə özünü məsum rəsmlər, sadə cızma qaralar arxasında gizlətməyə bacarır. Nə mən, nə yoldaşım, heç anlayışım yoxdur bu iqralardan. Akası orada bunların etapları var. O dərəcəyə çatdırırlar sənə ki, biz dediyimizi eləməsən, gəlib atonla anavı öldürəcəyik. O soruşa bilərsiniz ki, ata, ana bunlar hanıdan tanıyırlar. Bu deməli uşaqdan nə edir? Atan kimdir, anan kimdir, aton neyi sevir, anan neyi sevir, qardaşın neyi sevir. Belə-belə bütün danlılar toplayandan sonra uşağı şantaj edirlər. Test dəftərləri var onun orada. Adamı adi gəldi, kvadratlar var orada. Sonra belə quyu kimi şeylər var, balaca şəkillər. Hər vərəqində nəsə. Belə baxırsan, mənə məsələn adi gəlirdi o şəkillər. Sən demə burada onun hazırlayırlar buna. Cizgilər var orada. Məsələn, bu istəmir onlara qoşulmaq məcburən. Belə bir gipnoz edir, gipnoz znakları var orada. Cürəbəcür, qəribə. Mümkündür ki, mən nəsə bundan şübhələnim. O dəftərindəki şəkillərə də baxırdım, mən cızma qarat da orada. Ailə baş verənləri yalnız polis araşdırması başlayanda öyrənib. Yeniyetmə qorxulu videolara baxdıqdan sonra onları dərhal silirmiş ki, heç kəs görməsin. Baxandan sonra da bu belə şeyləri udalət edilmiş, silinmiş telefonlar ki, yəni valideynlər də bunu bilməsinlər. Allah araşdırandan sonra biliblər ki, bu cür şeylərlə məşğul olub, yəni belə qorxulu şəkillərə baxıb, şeylərə baxıb. Bəs psixoloji cəhətdən tam formalaşmamış, həyat təcrübəsi az olan yeniyetmələri təhlükəyə sürükləyən mavi balina nədir? Mütəxəssislərin fikrincə bu oyun əslində uşaqları psixoloji asılılığa salan və qorxu ilə idarə edilən bir manipulyasiya sistemidir. Təəssüflər olsun ki, bu bir tətbiq deyil, bu bir sayt üzərindən oynanan bir oyun deyil və bunun qarşısını ailə nəzarət proqramları ilə ala bilməyəcək. Burada daha çox individual, necə ki, kiber dələduzluğun qarşısı alına bilmir, ona görə ki, orada bir virüs yoxdur, orada qarşıda bir insan var və bizi manipulyasiya edərək bizim məlumatlarımızı əldə edir. İnternet məkanında tapılır uşaqlar, o qruplara cəlb olunur, o qruplar vasitəsilə onun WhatsApp-ı və ya digər yazışmaq üçün hər hansı bir vasitə əldə olunur və o vasitə üzərindən tapşırıqlar verilir. Psixoloqların sözlərinə görə yeniyetmələr bu yaş dövründə emosional dəyişikliklərə daha həssas olurlar. Qorxu üzərində qurulan oyunlar onlarda təşviş, özündə qapanma, yuxu pozuntusu kimi fəsadlar yaradır. Ən təhlükəli məqam isə uşağın bunu valideynindən gizlətməyə başlamasıdır. Mənim təcrübəmdə ən çox müraciət yaşı 11 yaşdan, 10 yaşdan daha yuxarı yaş dövrüdür. Bu adətən bizim yeniyetməlik saydığımız yaş dövrüdür. Bu yaş dövründə bir emosional keçid dövrü olduğu üçün uşaqlar daha çox narahatçılıqlar hiss edir, ailələri ilə daha çox emosional bağ qırılır. Bunun yolu da bütünlükdə valideyn buna nəzarət edə bilməz. Yəni günün 24 saatı övladına nəzarət edə bilməz. Yəni ən yaxşı yollardan biri övladı ilə emosional bağ qurmaq, övladına valideynlə ünsiyyətin təhlükəsizlik olduğuna inandırmaq və bunu ona hiss etdirmək. Qeyd edək ki, mavi balina ilə bağlı Azərbaycanda və dünyada bir neçə oxşar fakt qeydə alınıb. Mütəxəssislər valideynləri xəbərdar edir. Uşaqların sosial şəbəkələrdə aktivliyi, tanımadıqları insanlarla yazışmaları və telefonda gizlətdikləri tədbiqlər diqqətlə izlənilməli.
gerçekten çox qorxuducudur. Qan donduran bu cür hadisələrin olmaması üçün valideynlərdən xahişim uşaqlarınızın hansı platformalarda, sosial media kimi tətbiqlərdə nəyə baxdığını, nəyə girdiklərindən xəbərdar olsunlar. Siz necə fikirləşirsiniz? Fikirlərinizi yorumlara yazın. Gəlin biraz daha Mavi Balina oyunu haqqında məlumat əldə edək. Bu oyun ölkəmizdə də qadağan olunduğu üçün bir çox platformalardan indirib sizə daha çox məlumat vermək istəyərdim. Amma bunlara görə çox az məlumatlar tapa bilmişəm və bu məlumatları ChatGPT sayəsində tapdım. İnanın ki, bu cür oyunları tapmaq heç də asan deyil və bunu süni intellekt vasitəsilə çox çətin tapa bildim və bu məlumatları sizinlə paylaşacağam. Belə videoların və daha çox sizin belə fərqinizdə olmadığınız təhlükəli olduğu halda onların təhlükəli olduqlarını bilmədiyiniz bəzi məlumatları daha çox əldə etmək istəyirsinizsə kanalımıza abunə olub like atmağı unutmayın. Bəli, videomuza keçirik. 2016-2017-ci illərdə xarici ölkədə rəsmi platformalarda başladılan bu oyun onlayn platformada yayıldı və gəncləri 50 günlük tapşırıqlara məcbur edilirdi. Bu oyunun içərisində 50 günlük bir macəra proqramı olaraq uşaqlara təqdim edilirdi. Amma uşaqlar bilmirdilər ki, bu macəra yox, təhlükəli bir tətbiq və ya desəm viruslu bir oyundur. Əsasən virus dedikdə telefona və yaxud da hər hansısa bir qurğuya zərər verən deyil, insanın daxili psixologiyasına zərər verən viruslardan bəhs edirik. Hər gün iştirakçıya psixoloji və fiziki tapşırıqlar verilirdi. Özünü incitmək, qorxulu videolar izləmək, gecələr tək qalmaq, bu şəkildə qorxuducu əməllərə təhrik edən bu oyun uşaqları çox yaxında onlarla bağlı bir çox məlumatları əldə etməkləri çətin olurdu. Lakin sonralardan bu məlumatları uşaqlara qarşı zorakılıq törədici əməllərlə ifşa olunurdu. Uşaqlar özlərinə xəsarət yetirib psixoloji problemləri yaradılırdı və internetdə paylaşılan bir sonraki məlumatda da belə bildirilmişdi. Amma bu məlumatın dəqiqlik, doğruluğu nə qədər faiz olduğunu dəqiq deyə bilmirəm. Yəni bu məlumat saxta da ola bilər. Siz də məncə internetdə gördüyünüz hər şeyə inanmayın. Amma yenə də bu cümləni sizin üçün oxuyacağam. 130 nəfərin intihar etməsinin səbəbi olan Mavi Balina oyununun qurucusu məhkəməyə çıxdı. O məhkəmədə belə dedi: cəmiyyətdə bəzi təmizliklər edirdim. Əminliklə deyə bilərəm ki, oyunu oynayanlar bioloji tullantılardır deyə bildirmişdir. Bu sözün uşaqlar üstündə də necə psixoloji bir durum yaratdığını zənn edə bilərsiniz. Amma belə qorxunc bir oyunu nə üçün yaratdıqlarını hələ də anlaya bilmirəm. Mavi Balina oyunu ilk sıralarda çox xoşbəxt bir dünyada yaşayan bir balinanı təsvir edir. Sonralardan bu oyunda bəzi məlumatlar toplamaq üçün sizinlə və yəni oyunçularla söhbətə başlayır. Bu söhbətdə onların sevdikləri çox şeyləri öyrənir və ailələrinin də, hətta dostlarının belə sevdiklərini, nələrdən xoşuna gəldiklərini öyrənirdilər. Bu məlumatları insanlara, yəni azyaşlı uşaqların
psixolojilərinə təhrik edərək onlara istədiklərini elətdirirdilər. Sonralardan bu məlumatlar get-gedə sərtləşir və istəklər get-gedə pisləşirdi və sonralardan ən pis istək yerinə yetirilirdi. Uşaqlardan mavi balina yolu ilə bir özlərinin canlarına xəsarət yetirilmələrini, onların ətrafdakı insanlara heç bir şey bildirməmələrini istəyirdilər. Və bunlardan sonra uşaqlardan azyaşlı gənclərin psixoloji yollarına təsir edərək onları ailə üzvləri ilə zərər vermək yolu ilə hədələyirdilər. Uşaqlara hədə-qorxu gələn bu mavi balina oyunu onların intihar etmələrinə səbəb olurdular. Yoxsa onların ailələrinə və sevdiklərinə zərər verə biləcəyini bildirirdi. Nə qorxunc bir oyun. Siz necə fikirləşirsiniz? Yorumlara yazın. Sizlərdən xahişim bu videonu izlədikdən sonra əsla, amma əsla bu oyunu heç bir yerdə axtarmamalarınız və o oyunu qəti tədbirdə ağlınıza belə gətirməyin ki, o oyunu endirəsiniz. Çünki əmin olun ki, bu oyun söyləntilərə qədər çox təhlükəlidir. Bəzi uşaqlar belə video izlədikdən sonra elə zənn edirlər ki, bu oyunlar yalandır. Bu anlatılanlar əfsanədir, söyləntidir. Valideynlərdən xahişim uşaqlarınıza nəzarət etməniz, onların telefonlarını valideyn nəzarətinə altına salmanız və onların indirdikləri oyunları bir-bir nəzər yetirməniz. Bir başqa oyunumuza keçid etməkdən əvvəl sizlərdən tək bir xahişim var. Belə maraqlı içəriklərin və təhlükəli olduğunu bilmədiyiniz və öyrənə biləcəyiniz videoların gəlməsini istəyirsinizsə, indiki hədəfimiz sadəcə və sadəcə 150 like. Mən əminəm ki, sevgili takipçilərim, siz bunu başararsınız. Əgər bunları istəklərimi yerinə yetirsəniz, bir sonraki videomda mavi balinayı və başqa təhlükəli oyunlarla bağlı sizə daha çox məlumat verəcəm. Növbəti videomun gəlməyini istəyirsinizsə, sizlərdən xahişim videonu bəyənib, abunə olub və yaxınlarınızla da paylaşın ki, onlar da belə məlumatlardan yararlana bilsinlər. Hələlik, sağ olun.